Topa Vəsgər Liqa 24-cü tur günün daha bir maraqlı gözlənilən maçında bir yerdə, hansı ki bu oyunda Spartak Bakı və Köhnə Bakı komandalar üzə gəlir. Bakı derbisində bir yerdəyik. Akşin Beydullayev. Ağa. Orxa. Real. Akşin. Rəqib hədiyyə etdi topa Nəsib. Nəsib sol ayaq ilə. Zərbə keçmir. Kapitan zərbə. Beydullayev. Akşin Qurbanla. Salman Cəfərov. Cavid! Yerlə zərbə. Qüvvətli zərbə, dəqiq zərbə. Köhnə Bakı komandası artıq öndədir. Köhnə Bakı 1. Spartak Bakı 0. Bakı derbisində Köhnə Bakı öndə. Real. Akşinlə oynadı. Yenidən Real. Beydullayev. Cəfərov. Salma rəqibin üzərinə irəlilədi. Salma. Akşin Real. Beydullayev, Cəfərov. Adikdən təzyiq var idi. Akşin Qurbanla. Orxa. Cəfərov. Salma. Qurbanla, Beydullayev, yenidən Qurbanla. Əhməd var. Akşin, rəqibin ayaqları arasına attı topa. Ağa. Sonrası Adik uzaqlaşdırdı. Ağa. Cavid, Nəsib. Mehdi, ara ötürməsi Cavid. Akşin. Ağa. Salman Cəfərov. Salman. Akşin Qurbanla. Akşin də qaldı qayda. Pozulmuşdu. Hakimin fikri bu yöndədir. Təhlükəli bir nöqtədən cərmə zərbəsi. Qurbanla topun arxasında. Komanda yoldaşları ötürmə gözür. Bir baş üstü isə Akşinlə izlədik. Real. Salma. Orxan nə işə baxır indi? Məmmədov Orxan. Orxa. Salma. Oyna
Oyna top sizin de oyna. Mehdi. Ayşin Qurbanlı. Arxa. Mehdi nəzarət altında top meydan təhlükə edir. Mehdi qapıdan zərbələ top hərəkətliyi qazandır Əhməd. Masa Könü Bakı komandası minimal hesablı üstünlüyü var. Ağa. Seçə bilmədi rəqibini Cavid. Nəsib. Beydullayev, Akşin. Salman Cəfərov. Salman. Bu arada dəyişiklik baş tutub. Adikin əvəzinə komandada inamlı oyunculardan biri Tamirla meydana daxil olub. Çox baxımlı, çox gözəl qolları var. Qurbanlı. Nəsib. Cavid. Ağara yerdə Akşin. Akşin. Yaxın ikinci düşüncəsi Mehdi. Tamirla. Beylara girmək istəyə alınmadı. Tamirla. Tamirla. Orxan dəf etdi. Qurbanlı. Allah hakkı. Allah hakkı. Kim yok. Əhməd. Cavid. Zərbə Nəsibdən gözlətmədən gəlişinə zərbə indirdi. Keçid vermir. Beydullayev. Real topu rəqib üçün saxlamış oldu Nəsib. Salma. Akşin. Köşdən zərbə. Nəsib. İtirmədi topu. Əhməd. Tamirla. Real araya girdi.
Aşı. Aşı büdür adama yıkılmadı. Ötürmək geçmir. Salma. Beydullayev. Nəsir. Tamerla. Sonra yantorlar sirkələdi. Nəsib. Son müdaxiləsi Alman Zəfərovdan. Köşkdən sərbə. Aşı. Beydullayev Salman. Bitirdi topu. Ağa. Sinəsə saxladı amma. Həqiqət üçün saxlamış oldu. Nəsib. Şen Qurbanlı. Maçı Beydullayev qeyri-etik ifadəyə görə sarı vərəqələ cəzalandırdı. Real. Şen Salman. Salman zərbəsi Mehdi. Bütün dəqiqələr ərzində qapısını toxunulmaz saxlamağa bacarıb Akşin. Akşin direyə tuş gəlir. Əhməd. Cavid. Meyvana çatmır Tamerla. Nəsib. Salma. Ağa Salman Mehdi. Keçid yoxdur hələ ki rəqiblərə. Salma. Salma yerdə qaldı, qayda pozulmuşdu.
Salman! Salman! Cəfərov! Aldatdı rəqiblərini, düz 9'luğa göndərdi topu, maça bərabərlik gətirdi. Ne deyirsən biz işləyirsən da? 1-1, kartlar yenidən paylanır meydanda. Köhnə Bakı 1, Spartak Bakı 1, Bakı derbisində bərabərlik var. Tamerlan! Salman! Yaxşı çevirdi. Salman yerdə qaldı Pərviz. Qayda pozuntusu. Hakem Realı sarı vərəqə cəzalandırır. Və Pərviz. Qayda pozuntusuna görə Pərviz. Etirazlara görə isə Real. Pərviz. Nəsib. Qeydullayev. Salman. Akşin Qurbanla. Beydullayev. Akrobatik bir zərbə. Çəkdi. İstədiyi kimi düşündüyü kimi alamadı Cavid. Salman. Əhməd. Pərviz aldatdı rəqiblərini. Pərviz. Son müdaxilə Real'dan. Hər ikisi pasivində sarı vərəqə var Pərviz və Real. Hər ikisi ehtiyatlı olmalıdır. Beydullayev itirdi topu Pərviz. Zərbə keçmədi.
Hüseyin Salman. Ağa. Salman. Top etkisi Salman. Aşın Qurbanlı. Salman. Salman. Cəfərov. Birbaşa üst-üstəyi uğurladı, gözlədi. Tələsmədi. Özünə güvənərək, inanaraq top qapıdan keçirdi. Önə keçir. Spartak Bakı komandası artıq ilk hissədə son dəqiqəyə daxil olmuşuq. Beydullayev, Aşır. Köşkdən zərbə. Salma. Eti yerindədir. Nəsib, rəqibin üzərinə irələdi Nəsib. Cəfərov araya girdi, Salma. Nəsib. Qısa bərabərlik gəlir. Dəf edə bilmədilər. Deyəsən komandalar fasiləyə bərabər şəkildə yollanacaqlar. 2-2. Artıq son epizodlar. Son saniyələr. Hakem ilk hissəni bitirdi. Komandalar bəli fasiləyə bərabər şəkildə yollanırlar. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik. Şeçə başlayır, oyun qaldığı yerdən davam edir. Nəzər satdırım ki, masa 2-2'li bərabərlik var. Bakı derbisində Köhnə Bakı 2, Spartak Bakı 2. İkisi də çox maraqlı. Yüksədəmdə bir maç izlədik. Cavid hesab atmışdı Köhnə Bakı komandasına. Və digər tərəfdə isə Salman dubleti vardır. Görə ikinci hissədə nə baş verəcək? Bərabərlik kimi xeyirlə dəyişəcək maçsa? Qələbəsi kimdən yana olacaq? Qalibət kimdən yana olacaq? Bu arada tam Meylan fərqlənir. İkinci başlar-başlamaz müdafiədə bir boşluq Spartak Bakıda və artıq öndədir Köhnə Bakı komandası. Qapıdan zərbə. Mehdi. Uzun bir ötürmə. Nəsibə doğru Real qarşıladı. İlk hissədən xatırladan Beydulayevin, Akşin Beydullayev pasivində sarı vərəqə var. Həmçinin Real'ın və digər tərəfdə də Pərvizin pasivində sarı vərəqə var. Daitət olmalıdırlar. Akşin! Dirəyə tuş gəlir zəlbə. Salman Cəfərov. Akşin Qurbanlı. Pərviz. Top müdafiədən çıxarmağa bacaqda hətta bir əksizun şansı. Nəsib komanda yoldaşının ön istiqamətində Adik topladı. Adik! Bir əksizun şansı. Və qolla nəticələnir. Hesab arasındakı fərq 2-yə yüksəlir. İkincisi daha inamlı başladı Köhnə Bakı komandası və artıq 2 qol keçirdilər rəqib qapısından. Bir qədər toparlanmalıdır, özünə gəlməlidir Spartak. Akşin. Qurbanlı. Bakı derbisində Köhnə Bakı 4-2 hesabı ilə öndədir Spartak Bakı qarşısında. Real qarşıladı. Yaxədə də meydan tərk edir. Tamirlan. Pərviz. Yenidən Tamirlan. Pərviz oynadı. Yaxşı düşündü, amma Nəsib onun bu ötürməsini gözləmirdi sanki. Beydullayev. Aldatı bir rəqibini ötürmə komanda yoldaşına Qurbanlı. Real.
Salman Cəfərov. Yaxşı düşünmüşdü. Amma Şonun bu ötürməsini gözləmədi sanki. Əhməd. Cavid bir qədər soyuqqanlı və riskli oynadı. Pərviz yenidən Cavid. Hesabı açmışdı maça. Cavidin zərbəsi Reala tuş gəlir. Yaxından top hərəkətli qazanmalıdır. Pərviz qısa bir ötürmə ilə başladı. Nəsib topladı. Qarşısında Real var. Nəsib. Nəsib. İti buzaq altında. Kor nöqtədən zərbə. Toxunuş. Orxandan köşdən zərbə olmalıdır. Orxan. Akşin. Akşin. Hayda pozunu Pərviz. Tez başla. Sərmə zərbəsi olacaq. Orada yeni gələnlər xoş gəlmişsiniz. Ekran bəyənə zəhmət olmasa. Burada hədəflərimiz var. Onları da tamamlayıb yayımı artıra bilərsiniz. Hər kəs bəyənsin zəhmət olmasa. Yəni bir qədər qalxsın. Sonra dayanaq. Ən azı 2-3 minutə idi. Bəyənən aradarlığı görürəm burada. Sağ olun, var olun, amma hər kəs bəyənsin. Qurbanla. Cavid tərs bir müdaxilə. Avtogol qeyd alırlar. Mehdidən istiqamətdə idi. Cavid uzaqlaşdırmaq istədi sadəcə. Amma avtogolla nəticələndi. Fərq minimum verir. İkinci hissədə 3 gol var meydanda və hər üçü Köhnə Bakıya məxsuslar. Bu arada ehtiyatlar zonasında bir hərəkətlik görürəm. Spartak Bakıda Vüqar artıq isim hərəkətlərini edir. Bir qədər sonra onu meydanda görə bilərik. Tamirlan! Bakı derbisində Köhnə Bakı komandasının 4-3'lü üstünlüyü Spartak Bakı qarşısında. Eləməz dəyişiklik baş tutdu. Vüqar meydana daxil oldu. Ağanın əvəzinə. Salman Cəfərov rəqibin üzərinə irələdi. Salman Cəfərov aldatdı rəqibini. Ən sağına çəkdi. Qarşısında Pərviz var. Salman aldatıcı hərəkətlər. Top Pərvizlə meydanı tərk edir. Yan xəttə top hərəkətliyi qazanmalıdır. Vüqar, Salman Cəfərov. Salman seçdi sağına, toxunuş var idi. 2-3 zərbə olmalıdır. Yeni gələnlər xoş gəlmiş. Hər kəs ekran bəyənsin. 2-3 minutə ekran bəyənməsin. Zəhmət olmasa. Zəhmət olmasa hər kəs bəyənsin. Suallarınız olduqca yazın, mən də cavablandıracağam. Yəni bir qədər aşağı inin. Bəyənə yayım qalsın, sonra dayanaq. 2-3 minutə dayanaq. Mehdi, Real, Vüqar. Vüqarın ötürməsi Beydullayev. Geri ötürmə, Akşin Qurbanlı adaşı ilə oynadı. Real toğra, Real. Real çöndü, zərbə indirdi. Düz qapısının üzərinə zərbə indirmiş oldu. Mehdi dəf etdi. Nəsib Tamirlan, yaxşı çevirdi topu. Nəsib gözlətmədən zərbə tələssi. Önü də boş idi, irəliyə bilərdi. Akşin Qurbanlı. Akşin aldatdı bir rəqibini, mərkəzi keçdi Akşin Qurbanlı. Akşin Qurbanlı. Mehdidən toxunuş var idi. Bir standart vəziyyət. 2-3'dən zərbə olmalıdır. Yüksəklik qazandı top. Beydullayev. Cavid araya girmək istəyi. Beydullayev. Ötürmə. Vüqar. Ayaq saxladı. Vüqar ötürmə. Akşin zərbə indirəcəkmi? Salman Cəfərov. Niyə zərbə indirmədi? Hər kəs üçün maraqlıdır. Akşin. Salman. Ard-arda cəhdlər. Müdafiəyə çıxmalı, çətinlik çəkir. Salman yox, alınmır. Massa bir daha xatırladıram. Bakı derbisində Köhnə Bakının 4-3'lü üstünlüyü var. Spartak Bakı qarşısında. Köhnə Bakı komandası öndədir. Tamirli aldancı hərəkətlər. Realdan keçid yoxdur. Zərbə yerlə Pərvizdən. Dirək yana meydanı tərk edir. Ekran bəyənənlər sağ olun, var olun. Adları görürəm burada, minnətlərim. Hər kəs bəyənsin, yayı bir qədər qalsın.
hədəflərimiz var, onları da tamamlaya bilərsiniz. Mehdi. Nəsib. Top meydanda davam etmək lazımdır. Nəsib. 2 rəqibin arasına çıxmazsa Vüqar. Vüqar o hərəkət qatdı bir qədər də komandası adına. 3-dən zərbə olacaq. Başa-baş keçən bir mübarizədir. Pərviz. Tamirla. Müdafiədən çıxarma bacarıqla bir əksik şansı. Tamirlan zərbəsi böyüyə. Akşin Qurbanla. Son müdaxilə Əhməddə. Salman Cəfərov. Dubl etibarda qarşılaşmada Salman Cəfərov. Etdirik. 2 deyil, artıq 3'dür. Maça bərabərlik gəlir. 4-4. Qarşılar yenidən paylanır meydanda. Bakı derbisində bərabərlik var. Akşin Qurbanla. Salmanı gördü Cəfərov. Bitirmə keçmir yan xəttdən. Top oyuna daxil edilməlidir. Akşin. Yenidən Salman. Salman yox. Əhməd. Hər ilerleyen dəqiqə oyuna bir o qədər də tempo atar. Tempo artırır. Mehdi. Nəsib. Beydullayev. Salman Cəfərov. Rəqibin üzərinə irələdi. Akşin. Yox. Alınmır. Oyunlar 20 yanvar asvarda baş tutur. Nəsib. Ötürməsi bir qədər səliqəsiz alanda. Günün ən gözlənilən oyunu məhz bundan sonraki maç. Hansı ki, əsas liqada 1-ci və 2-ci yerlərin dueli olacaq. Penya Baku, Real Madrid fan klubu Penya Baku komandası ilə Savage Team komandası üzə gələcək. Beydullayev. Maçda gözləntilərin üzərində davam edir. Yüksək tempdə maraqlı bir maç gözləyirdik, amma düşünürəm ki, günün ən maraqlı qarşılaşmasıdır ötən oyunları nəzərə alsaq. İstər Gold Liga, 2-ci liqa, istər də əsas liqa. Köşdən zərbə, bir standart vəziyyət duran top şansı, zərbə Caviddən. Köşdən zərbəni qola çevirmək istədilər, alınmadı, qapıdan zərbə. Orxa. Beydullayev oynadı. Beydullayev. Real açdı, Real top Nəsib. Qapıdan zərbə Orxan. Beydullayev. Salma. Vüqarı görmədi, düşünürəm ki, boşda idi Vüqar. Tamirla. Vüqar. Köşdən zərbə olmalıdır. Bir standart vəziyyət, bir duran top şansı Spartak Bakı adına. Masa 4-4'lük bərabərlik davam edir. Beydullayev bir qədər ayaq saxladı. İlk öncə zərbə indirməyi düşündü, amma ayaq saxladı Qurbanlı. Az vəklə top qapının yanına meydanı tərk edir. Topu çərçivə yollama mümkün olmur. İrəliyən dəqiqələr oyuna tep qazandırdığı kimi həm də komandalar bir qədər riskli oynamağa başlayıblar. Bu da özləri üçün də təhlükədir. Bu arada Real'ın biz inamlı mübarizəsini gördük. Yerdə ikən belə baş zərbəsi ilə uzaqlaşdırmışdı topu. Salman yox!
Adik. Top etkisi, rəqibazlıqda yaxalayıblar. 3-2 hərəkət Əlmər Akşin. Nə ötürmə idi, nə də zərbə. Çox Körtəbi oynadı. Orada yıkılsaydı verirdi. Yıkılsaydı verirdi. Salma. Qurbanla. Salma. Daha öncə zərbə indirməli idi, düşünürəm ki. Nəsib, qarşısında Beydullayev var. Nəsib. Cavid. Adik. Qapıdan zərbə Mehdi. Nəsib. Ötürmə komanda yoldaşına Adik. Beydullayev. Söküşdülər, aldılar topu rəqibdən. Salman Cəfərov. Beydullayev. Akşin. Mehdi yaxın güncünü yaxşı bağladı. Vüqar. Beydullayev. Bir əksum şansı Tamirlar. Vüqar. Salman Cəfərov. Akşin Qurbanla. Akşin Qurbanla Mehdi. 2 hərəkətə. Mənimsəmək bacarır. Tamirla. Adik. Pərviz. Yaxalanmır zərbə. Komandalarda yorğunluq da hiss olunur. Onun sonlarına doğru. Vüqar topu rəqibə hədiyyə etdi. Tamirla. Pərviz yox. Heç cür alındıra bilmir. Çox Körtəbi. Körtəbili təşkil edib bu dəqiqələrdə. İlk hissədə nə cür şansları qola çevirdilər. İkinci hissədə isə nə cür şansları əldən verirlər. Nəsib. Əhməd. Pərviz. Adinin zərbəsi alınmadı. Pərviz, Akşin. Akşin. Əhməd. Adik. Nəsib. Orxan. Cəfərov. Cavid. Toxunuş var idi. Üçdən zərbə olacaq. Son dəqiqələrdə, xüsusən də bu dəqiqələrdə hücumlarına kəsərləri artıq olan tərəfdir Köhnə Bakı komandası, amma nəticə etibarilə hələ 2 qol tapa bilmirlər. 4-4-lük bərabərlik var Bakı derbisində. Köhnə Bakı 4, Spartak Bakı 4. Məsələ bu qarşılaşma Top Əvəzkar Liqanın 24-cü turuna təsadüf edir. İlk hissədə o qədər yüksək tempdə bir mübahisə izlədik ki, artıq fərd olaraq hər biri yorulur.
Vüqar. Bir qədər ayaq saxladı. Vüqar. Salman Cəfərov. Qarşısında Tamerlan var. Salman Cəfərov hat-trick edib bu maçda 4 qolun üçün ona məxsusdur akşı. Salman hansı ki peşəkar bir karyerası olub. Qarabağda çıxış edib. Nəsib. Rəqibin üzərinə elədi. Vüqar. Nəsib. Son müdaxilə Vüqardan. Topun alınma mümkünlüyü olmur da. Maçın bitməsinə 3 dəqiqə yaxın bir müddət qalıb. Salman. Salman aldancı hərəkətlər Beydullayev. Gözlətmədən zərbə. Toxunuş, şişdən zərbə. Beydullayev. Akşin Beydullayev aldancı hərəkətlər. Pərviz keçid vermədi Mehdi. Salman Cəfərov. Salman aldatı rəqiblərdir. Salman Cəfərov. Daha bir köşdən zərbə. Tamerlan. Orxan da qapısını tərik edib. Çıxışda düzgün oynadı. Tamerlan çatırdı artıq topa. Sərbəst zərbə olacaq. En azı 2 toxunuş. Qapçı oyuna. Topu oyuna gec daxil etdiyi üçün hakim sərbəst zərbə qeydə alır. Qapı qarşısından canlı Səid qurulub. Zərbə Mehdi. Götürmə ilə başladılar. Beydullayevin zərbəsi Mehdi dəf etməyi bacarır. Özünü sipər etdi zərbənin qarşısında. Real. Nəsib zərbə keçmir. Artıq son dəqiqəyə daxil olmuşuq. Son dəqiqə oynanır. Zərbə qapıya Orxan. Pərvizin bu zərbəsinə keçid vermir. Ayağı ilə toxunuş etdi. Komandasını Real qoldan xilas edir. Akşin. Akşin. Mehdi. Vüqar. Top etkisi. Tamerlan. Nəsib. Nəsib. Bir top etkisi. Tamerlan top elə keçirdi. Məsuldar ötürmə. Məsondan gəldi. Nəsib əfv etmədi. Son epizodlarda, son saniyələrdə komandasını önə keçirdi. Onun bu qolu ölkədə bu gün komandasına qələbə qazandıracaq. Beydullayev. Ara ötürməsi Akşin. Vüqar! 4. Yox. Biz bu maçı uduzmayacağıq. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4. 2. 4.
Nələr izləyirik, nələr. 5-5. Son saniyələr. Komandalar evə. Hərəsi bir xalla yollamağa çox yaxında. Salman Cəfərov. Son cəhdlər. Ötürmə, Vüqar. Hakim elə bu epizodla da, bu cəhdlə də maçı bitirdi. Spartak Bakı 5, Köhnə Bakı 5, Bakı derbisində qalib tərəfi olmadı. Hər komanda evə bir xalla yollanır. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik.